Yeri gəlmişən hələ də söyürlər ha. Hər mundar söz çıxar ağızdan, hər mundar söz. Özü istər YouTube-da, istər o birisi sosial şəbəkələrdə. Birinə bir söz deyəlim, Alan nə deyirsən səni? Səbəb də bilirsən nədir? Səbəb bundadır ki, normal insan düşünür. Dünya görüşü var, hər şey qaydasındadır. Fars baş ümumiyyətlə düşünmək istəmir. Ahmed Muhsin. Çünki fars başdır. What? Belə, getdik. Azərbaycanın şəxsiyyətinə salam, hər vaxtınız xeyirli olsun. Artıq 30 neçənci gündür ki, İran ətrafında müharibə davam edir və hər dəfə də bu məsələlərin nə qədər dərində hansı məqamların gizləndiyini axtaranda bəlli olur ki, torbada hələ çox pişik var və bu pişiklər yavaş-yavaş üzə çıxır. Birincisi, söhbət nədən gedir? Fars başlar, farslar özləri, Sepa, külli aləmə corablarını başlarına çəkib qışqırırlar ki, biz qalib gəlirik və s. və ilə. Qalib gəlməyin bir neçə səbəbi olmalıdır. Amerika geri çəkilməlidir, İsrail Sepahın fikirləşdiyi kimi tam məhv olmalıdır. Belə olan halda bəli, İran qalib gəlir, heç kim heç nə demir. Amma nə İsrail məğlub olmaq niyyətindədir, məhv olmaq niyyətindədir, nə də ki, Amerika geri çəkilmək niyyətində deyil. Burada yağ, bal və qara külü var. Siz geri çəkilərlər, söhbət də neftdən gelir. Ona görə də həmin o fars başlar və Sepah ümid eləməsin ki, tez bir zamanda İran qalib gələ biləcək. Yox, burada hələ o dediyim pişik onlardan biri odur. Ondan başqa, yaddan çıxarmayaq ki, artıq Amerika əraziyə quru qoşunlarını yığmağa başlayıb. Bu barədə biraz daha geniş danışa bilərik. Söhbət 82-ci desant diviziyasından gedir. Söhbət 160-cı avia alaydan gedir. Night Stalkers, gecə stalkerləri deyirlər. Onlar xüsusi təyinatlı vertolyot polkudur. Söhbət ondan gedir. Söhbət gedir dəniz pişiklərindən, rangerlərdən, 31-ci qruppadan, 11-ci qruppadan, 110-cu dağ desant diviziyasından və ümumilikdə artıq Amerika bu əraziyə, İrana demək, bu əraziyə təxminən 50 minə yaxın artıq qüvvə toplaya bilib. Amma bu qüvvə qətiyyən İran ərazisində hansısa bir quru əməliyyatlarını həyata keçirməyə sərf eləmir və bəs eləmir. 50 min heç nədir. Hələ bir 50 mində yığmalısan. Səbəb bu dəqiqə mən sizə deyim. İş orasındadır ki, mən hətta xəritəyə baxanda nəyi görmək mümkündür? İranın ərazisi, ələxüsusə söhbət Hörmüz boğazı, Fars körfəzindən gedirsə, bax buraların hamısı sıx dağlıq ərazidir və burada 50 min, 60 min, 70 min şəxsin hansısa bir əməliyyat keçirtməyi əvvəlcədən məhvə məhkum olmaq deməkdir. Amma planda nə var? Amerikanın planında 3 variant mövcud deyək ki, Xark adası, həmin o adanın tutulması. Xark adası çox balaca bir adadır, çox balaca bir adadır. Və bu adaya çox ciddi zərbələr artıq endirilib və yalnız onun neft sektoruna toxunulmayıb, onu Amerika özü üçün belə krisis edib, saxlayıb xırda-xırda və bir variant, Amerika bu adaya desant çıxarır və bu adaya desant çıxarandan sonra İranın 90% eksport neftinin əlindən almış olur. Amma bura birincisi desant çıxarmaq üçün təbii ki, desant gəmiləri olmalıdır, vertolyotlar olmalıdır, təyyarələr olmalıdır. Bunun üçün sən bax buradakı Xark aeroportunu tutmalısan ki, ora təyyarələr otursun və bütün bunların hamısı birbaşa İrandan zərbə altında baş verəcək. İran dərhal ora nəyi qalıbsa raketlərdən, qanadlı raket, balistik raketlər, operativ taktiki raketlər, xürrəm şəhərlər, sicillər, dronlar, araçlar, akaşlar, mamaşlar, nə bilim nələr bunların hamısını göndərəcək təbii ki, düz Xark adasına və oranı şumlayacaq. Və bu nöqtə nəzərdən Amerika burada çox ciddi itkilərlə qarşılaşa bilər. Amma tuta bilsə belə, ondan sonra İrana nəyisə diktə eləmək çox çətin olacaq. Yenə deyirəm, İran bu adanı şumlayar, darmadağın eləyər, amma imkan verməz ki, Amerika bu adanı tutsun. Hər hal bu belə görsənməlidir. Bu belə olmalıdır. İkinci bir variant, söhbət nədən gedir? Məsələn, ikinci ssenari Hörmüz boğazının ələ keçirilməsi. Hörmüz boğazı, yeri gəlmişəm, Xark adası ilə İran materik arasında 30 kilometr məsafə var. Oranı raketlərlə, dronlarla, artilleriya ilə, reaktiv yaylım atəşi sistemləri ilə nə istəsən vurmağa mümkündür. Yəni, o adanı şumlamağa nə var ki, eyni 3 kilometr, uzunluğu 10-12 kilometr. Oranı şumla belə keyfini istəyək ki. Bu. İkinci bir variant, Hörmüz boğazı. Hörmüz boğazında Kəşm adası var. Bu çox böyük adadır və məhz bu ada Hörmüz boğazını nəzarətdə saxlamaq çox güclü kömək eləyir və Hörmüz boğazını da yenə də ələ keçirmək üçün, görün Dubay hardadır, fikir verin. Məhz Əl-Hasab, Ras El-Xayma, Dubay, Doha və s. və ilaxır kimi istiqamətlərdən bu adaya yenə desant çıxarılmalıdır. Belə olan halda ümumiyyətlə fikir verin, Keşm adası İran materik hissəsi ilə ümumiyyətlə arasında məsafə yoxdur. Buranı yaxşı üzə bilən adam ümumiyyətlə belə ki, üzüb keçə bilər. Mənim kimi problem deyil burada.
Deməli, bu adaya da çıxmaq yalnız və yalnız özünü öldürməkdən başqa bir şey deyil. Çünki bu adanın da ərazisi azmaz dağlıqdır, bax gördüyünüz kimi azmaz. Amma bu heç də sənə bu adada möhkəmlənmək imkanı vermir. Başqa sözlə desək, bu adaya da Amerika öz xüsusi təyinatlı qüvvələrini, desant diviziyasını, dəniz piyadalarını çıxartsa, yenə də vəssalam şüd tamam. İtki olacaq keyfini istəyən qədər. Və üçüncü variant. Bu ən riskli variantdır. Söhbət İsfahandan gedir. Niyə görə məhz İsfahan? İsfahanda, ətrafında daha doğrusu, şəhərin özündə yox. İsfahan yaxınlığında İranın nüvə bunkerləri var. Və istisna etmirlər ki, məhz İranın zənginləşdirilməyə doğru gedən nüvə ehtiyatları İsfahan yaxınlığındakı bunkerlərdir. Düzdür, o bunkerlərin ağzını vurub bağlı partladıblar. Amma hələ də bilinmir ki, həmin o bunkerlərdədir, yoxsa yox. İstisna etmirlər ki, məhz həmin o 400 kiloqrama yaxın 60%-ə qədər zənginləşdirilmiş uran, yeri gəlmişən həmin uran bu dəqiqə qaz halındadır, bərk halda deyil. Kimyanı yaxşı bilənlər başa düşürlər söhbət nədən gedir, niyə görə məhz bu dəqiqə o qaz halındadır. Və 60%-ə qədər artıq zənginləşdirilmiş uran radioaktiv elementdir, özdə olmayan dərəcədə. Yəni ona hələ belə mən gəldim, götürdüm, harasa apardım, söhbəti yoxdur, elə oradaca sənin fatihövü verəcəklər. Amma bu boyda ərazini, fikir verin, İsfahan hardadır? İtirdiyə yerdə, çox qərib, bir dağ tərəf. Amma fikir verin, bu boyda ərazini bu nöqtəni götürürük, İsfahan və ölçürük. 550 kilometr Küveytə qədər, İraq ərazisinə baxanda 300-314 kilometr, biraz da uzaqlaşdıraq. 700 kilometr ərəb ölkələri, İraq 600 kilometr, Bağdad 670 kilometr. Bir sözlə, İsfahana qədər məsafə minimumdan götürürəm 434 kilometr. 430 kilometr məsafəni hava qüvvələri ilə qət eləməlisən. Bura başqa cürə yaxınlaşmaq mümkün deyil. BTR, BMP, tank, tək, Hammer və s. mümkün deyil. Və ona görə də, əgər sən bura vertolyotlarla, təyyarələrlə çıxış eləmək istəyirsənsə, bu boyda ərazidə, əgər vertolyotların keçidi sənə lazımdırsa və nəzərə alsaq ki, həmin o ərazidə daşınan zenit raket kompleksləri, PZRK-larla, Strela 1, Strela 2, İqla, İqla E, İqla S, bu tip sistemlərlə o vertolyotların vurulma şansı varsa, onda yerdə eni ən azından 6,5-7 kilometr enində bir dəhliz, təhlükəsiz dəhliz yaratmalısan. Və belə olan halda ola bilər ki, sənin vertolyotların İsfahan yaxınlığında desant əməliyyatını həyata keçirə bilsin. Düzdür, bunun üçün Amerika hal-hazırda regiona A-10 Thunderbolt hücum təyyarələrini, Apache vertolyotlarını gətirib, onlar bu əməliyyatı hardasa yerinə yetirə bilər. Amma təsəvvür edin, əlində məsələn deyirəm, bir 60-70 nəfər əlində o həmin o PZRK-lar olduğu halda bu region boyu düzülsə və bir nəfəri tapmaq orada həddən artıq çətindir. Çünki yenə də yadınıza salıram, ərazi çox ciddi dağlıq ərazidir və bu dağlıq ərazidə vertolyotların hansı bir manevrlar hesabına İsfahana qədər uçub gəlməsi çox çətindir. Və eləyə bilərlər normal, yəni bunu da bir normal bir əməliyyat kimi qəbul eləyə bilərik. Yox, deməli yenə də neçə Amerika əskəri üçün İran torpağı olacaq qəbirstanlıq. Bu variantlar var və hələ ki bu variantlar üzərində iş gedir, amma hal-hazırda Amerika hələ də ərazidə quru qüvvələrinin sayını artırmaqda davam edir. Düzdür, tankların, BTR-lərin, Striker'lərin, BMP-lərin, Bradley'lərin gəlməsi barədə hələ ki bir məlumat yoxdur və ora hava desant diviziyası, xüsusi təyinatlılar, dəniz piyadalarının gəlməsi ondan xəbər verir ki, ərazidə xüsusi təyinatlı əməliyyatın həyata keçirilməsi nəzərdə tutulub. Cəbhə-cəbhəyə döyüşün söhbəti yoxdur. Azərbaycan Qarabağda cəbhə-cəbhəyə döyüşür. Burada yox, burada hansısa bir xüsusi təyinatlı əməliyyatın həyata keçirilməsindən söhbət gedir və nə dərəcədə bu mümkün olacaq, bunu demək həddən artıq çətindir. Bəndər Abbasın tutulması ilə bağlı istisna edilmir ki, belə bir ideya var ki, Hörmüz boğazının böyük bir, İranın böyük bir portu olan Bəndər Abbas tutulmalıdır və Bəndər Abbas götürülsə, bəli, Hörmüz boğazını nəzarət eləmək olar. Amma Bəndər Abbas balaca olmayan bir şəhər və şəhər döyüşü ən çətin və ən ağır döyüşlərindən biridir. Və əgər Bəndər Abbasa desant çıxartsan və burada döyüşməyə başlasan, Hind məbədi. Döyüşməyə başlasın, İranın istənilən yerindən şəhərə az sayda qruplar sıza bilər və onların da sayı az deyil. Nəzərə alsaq ki, İran hətta 12 yaşında uşaqların belə artıq silahlı qüvvələrə cəlb olunması ilə bağlı adın yumşaq deyə çağırış edibsə, çünki uşaq olduğuna görə mən də ona belə yumşaq formada deyirəm. Bu variant varsa, təsəvvür edin ki, nə qədər uşağın başını pişirib, əlinə avtomat vermədən onu Amerika pulemyotlarının və Amerika toplarının, snayperlərinin qabağına göndərmək olar. Bu fanatizmdir. Və yaddan çıxarmayaq ki, məhz bu fanatizmi faşist Almaniyası
44-45-ci ildə həyata keçirilmişdi. Onda Hitlerjugend deyilən bir təşkilat var idi və həmin təşkilat az yaşlı uşaqlardan döyüşlərdə istifadə edirdi və nəticədə də nə qədər Alman balaca 10 yaş deməzdim, 12, 13, 14, 15 yaşında gənc Alman Rus tanklarının tırtılları altında qırılıb qalırdı. Uşaqdır da, əlinə silah verib tankın üstünə göndərmək düzdür ki, onu bu dəqiqə İran eləyir. Və məhz İrandakı fanatizm hal-hazırda onlara hələ də döyüşmə imkanı verir. Əgər bunun adını döyüşmək demək olarsa. Fanatizm əslə qalsa ən təhlükəli və ən yersiz silahlardan biridir. Hitler də fanatik idi. Das war ein Befehl! Der Angriff Steiners war ein Befehl! Gimler fanatik idi. Mussolini fanatik idi. Tarixə baxanda fanatiklər çoxdur və bir qədər olaraq o tip fanatiklərin axırı çox pis qurtarırdı. Çox pis. Və bu dəqiqə İranda Sepah fanatiklərdir. Pezeşkiyan nisbətən islahatçı insandır. Pezeşkiyanın beynini yumaq mümkün deyil və Pezeşkiyan bu nöqteyi nəzərdən qəribə danışıqlara getmək, müəyyən məsələlərdə geri çəkilmək, müəyyən məsələlərin üstündə dayanmaq barəsində fikirləşirsə, Sepah və bunlar konkret olaraq deyir ki, vəssalam sona qədər döyüşmək. Nəticə. Okey, sən döyüşdün sona qədər. Qırdılar, tökdülər səni. Əli Xameneyi kimi Allah rəhmət eləsin. Nəticə nə olacaq? Heç nə. Sən heç nə qazanmırsan. Və 3 nöqtə. Vəni sonrasını özün deyərsən. Düzdür, mən yenə də başa düşürəm ki, fars başlar yenə də başlayıcılar söyməyə, amma məsələyə biraz da real yanaşmağı öyrənəndə ay fars başlar. Biraz real baxın. Mən heç nə demirəm. Mənim vecimlə deyir. İran, İsrail, Amerika. Rusun sözü olmasın. Niyə po? Mən üçün əsas hamıdan yuxarıda olan bu Azərbaycan. Ən vacib mənim üçün bu dəqiqə odur. Və bu dəqiqə İran ərazisində baş verənlərin hamısı İranın məhvinə doğru gedən addımı. İstər Amerikanın və İsrailin atdığı addımlar, istərsə də İranın özünün atdığı addımlar yalnız və yalnız bu ölkənin məhvinə doğru aparır ki, təəssüf, bax bu da var. Amma baxaq, hər halda gözləyə görə bu neçə gün ərzində daha nələr baş verəcək. Yeri gəlmişə İran yenə də zərbələrinin sayını artırıb, günə bir qayda olaraq əgər 10-12 raketdən istifadə edirsə, o raketlərin sayı artdı. Deməli, harısı bir yerdə tapıblar ki, biraz da ehtiyat raketimiz var. O raketlərlə yenə də Küveytə, Əmmana, Səudiyyə Ərəbistandan ərazisinə zərbə endirirlər. Türkiyəyə yenə də raket atıblar. Bu artıq 4-cü raketi artıq atmışlar Türkiyəyə və Türkiyədə NATO qüvvələri həmin o raketin qabağını kəsə bilib. Yenə də fars başlar deyəcək ki, yox, Türkiyə raket atan İran deyildi, İsrail idi raket atan. Nəysə o nağılları özləri üçün danışsınlar. Gerald Ford təmirdədir hələ də, yeri gəlmişkən Abraham Lincoln aviadaşıyıcısı orada hələ də döyüşür və George Bush aviadaşıyıcı gəmisinin də əraziyə gətirilməsi gözlənilir ki, o gəlməlidir. Artıq B2 və o deməkdir ki, İran ərazisinin bombalanması qüvvətlənəcək. Əlavə olaraq 2 eskadriylə F-22 və F-15-lər regiona yenə də gətirilib və bütün bunların hamısı onu göstərir ki, Amerika zərbələrinin sayını artırmaqda israrlıdır. Niyə görə zərbələrdə təyyarələri vurmaq çətindir? Bu barədə danışacağıq. Abunə olun ki, niyə görə İran təyyarələri vurmaqda ciddi çətinlik çəkir? Dronları vura bilir, perləri vura bilir. Söhbət Amerika dronlarından gedir. Amma təyyarələri havada vurmaqda çətinlik çəkir. Hiyləgər variantlar var orada və növbəti buraxılışlarda bunu bilmək istəyirsə, obyektiv nöqteyi nəzər. Niyə görə İsrail təyyarələrini hələ də vura bilmirlər? Amerikanın bir təyyarəsini zədələmişdilər və o qayıdıb aviabazada oturmuşdu. Niyə? Söhbət təkcə PVO-dan getmir. Ümumiyyətlə niyə vura bilmirlər? Bu barədə də danışa bilərik. Amma hələlik isə üstünlüyü hələ ki İrana vermək mümkün deyil. Döyüşür, raket atır, dron atır. Siyasi nöqteyi nəzərdən İranın qılıncının sağı da solu da kəsir. Normal. Trump da hay-küy salır. Trump da özünü bu dəqiqə qalib kimi göstərməyə çalışır. Hətta güya danışıqlar gedir, amma danışıqlar barəsində gedir ki, o danışıqlar barəsində gedən danışıqlarda da Türkiyə, Pakistan, Misir, Əmman iştirak edir. Əsas tərəflər yoxdur. İran da deyir ki, mən heç bir danışıqlara getmirəm. Bu da fanatizmin bir növüdür. Yeri gəlmişkən yada salaq, Hitler özü də heç bir danışıqlara getmədi. Amma düzdür, Almaniyada 3-cü Reyxin bir sıra şəxsləri söhbət Gimler və Gimlerdən gedir ki, Gimler separat danışıqlara getmək üçün İsveçrədə görüş təşkil eləmişdi. Müəyyən görüşlər həyata keçirilmişdi, amma heç nə baş tutmadı və nəticədə də Reyxin başçılarını hamısını darmadağın elədilər. Yarısı özünü öldürdü, yarısını ümumiyyətlə qırdılar. Və həmin o fanatizm yenə dediyim kimi heç bir xeyir Almaniyaya vermədi və həmin fanatizmi bu dəqiqə İranda görmək mümkün. Belə, bu qədər məlumatı verdik. Görək o yerüstü əməliyyat nə dərəcədə reallaşa bilər, amma hələ də İran öz raket zərbələrini endirir. İsrail və Amerika öz aviasiya zərbələrini endirir. Vur ha vurdu. Kobud dildə qoyurlar bir-birlərinə. Görək axırı nə olacaq. Salamat qalın. Əsası odur.